Xoş gördük sizi. Artıq günün sonudur. Biz səhər saatlarından bu kənddəyik, Qalacıq kəndindəyik. Həqiqətən də bu kənddən doymaq olmur. Çox gözəl təbiəti var, çox gözəl insanları var. Günlər keçəcək, aylar keçəcək, illər keçəcək. Bu kəndə çox turistlər gələcək. Və gələn hər turistə əsasən yerli turistlərdən söhbət gedir və fikrində və zehnində qalacaq ki, həqiqətən də bu kənddə Ögey ana kimi dövrünün şax əsəri bir film çəkilib və kəndə gələn insanlar da həmən o İsmaili, o Ögey ananı, o atanı daimi olaraq xatırlayacaq. Ataların belə bir sözü var, sizin kənddə də yəqin ki olar. Deyir, gördüyün yemək. Daha ne demek? Yoldaşım deyir ki, inəksiz mən bu kənddə yaşamıram. İnək olmasa mən rayona gidirik. Yarım saata pasten gözü bu tərəfdədir ki, maşın tezlə bərsin ki, kəndə geçsən. Demək, kənd işlərini çox İndi sevir. kənd yaxşıdır. Şəhərdən nə var? Atanın razı kalacak hürviç. Ama uzak mahmahanı kendi hürri. Yani batakatan ortası vardı. Ama bunun hürri mahmahanı kendi zamanı kendisi. Tercümesini de istersen özüm diyeyim.